Dəyərli izləyicilərimiz, sizə bir dənə söz deyim. Bu qarpının arxasında xəzinə yatır. Bu qarpının arxasında xəzinə yatır. Xəzinə Şahlıq sarayı yox, xəzinə yatır. Gəl bura. Sözümüzlə əməlimiz birdir. Bax, görsən. Bu boyda ev neçə olsa yaxşıdır. Gəl bura. Mən bütün hisslərimi açıb deyəcəm. 80.000 manat. 2 mərtəbə, mərtəbə arası beton monolit, 5 otaq, təmirli, həyətinə maşın daxil olan 119 nömrəli avtobus və 596 nömrəli avtobusların yollarına yaxın məsafədə. Gəl, arxa tərəfə çıxışı var. Həyətinə belə bir bulağı var. Evin fasad görünüşü. Bu qapını da qoyublar ki, bekar oldun, çıx özü tullu oradan aşağı. Belə. Zarafat edirəm. İstəsiniz balkonu artıra bilərsiniz. Bura evin birinci mərtəbəsidir. Qaraj hissəsidir, belə deyim də. İstəsiniz otaq kimi də istifadə edə bilirsiniz. Yer beton monolitdir. Burada yerləşir evin belə bir aşağıda kənd evi. Əsl bax kənd həyatını xatırladı bizlərə. Gəl Orxan. Buranın seçdiyi təqdim elədi. Qalxaq indi ikinci mərtəbəyə. Belə Orxan saxlayacaq. 2-yə qalxmamışdan əvvəl burada bir dənə hamam tualet var, onu göstərək. Ayrı-ayrıdır. İndi gedək ki. İkinci mərtəbəsində möhtəşəm bir dənə təmirdir. Hər şey hazırdır. Geniş bir dənə zalı. Qəşəng səliqəli. Gəl bura. Bir dənə yataq otağı burada yerləşir. Pəncərələrin qarşısı açıq. Göstər. Bir dənə uşaq otağı buradadır. Heç işığını yandırmam. O ev işığıdır. Gəl bura. Bir dənə yataq otağı burada. Qəşəng səliqəli. Keçək mətbəxdə göstərək. Burada evin mətbəxidir. Dəyərli izləyicilərimiz, qiymətini demişəm, açılan bölməsində də qeyd eləyəcəm. Gəlin yerində baxın, qiymətlər razılaşın. Sağ olun.